Babalarımız Allah adı ilə başlayıblar hər işə. Ona görə də xeyir tapıblar həmişə. Elə isə Allah, Məhəmməd, ya Əli deyib başlayaq məclisə. Hörmətli tərtərlilər və tərtərimizin çox dəyərli qonaqları. Hər birinizi xoş gördük qəhrəman Tərtər rayonumuzda. Bəli, bu rayon kimlərinə görə sadəcə Tərtər ola bilər, amma şəxsən mənim üçün qəhrəman Tərtər adlanır. Xoş gördük hər birinizi. Bugün çox dəyərli Natiq qardaşımızın istəyi ilə bu məclisdəyik. Burada sizlərlə bir yerdə olacağıq. Natiq qardaşımızın bacısının sabah toy mərasimidir. Bugün də hamımızın bildiyi kimi bu bir el adətidir. Diğer axşamı deyirik, bu bir el adətidir və çox gözəl bir adətdir. Natiq qardaş, çox sağ ol dəvətinə görə. Minnətdarıq. Bugün bu ailənin sevincini onlarla bir yerdə bölmək üçün gəlmişsiniz. Minnətdarıq bu məclisə zəhmət çəkib gələnlərə. Özlərini bu ailəyə doğma, əziz bilənlərə, sevincini saf niyyətlə bölənlərə. Gələn ayaqlarınız var olsun deyək və ən əsas məsələ, musiqiçilərimizi təqdim edək. Deyirlər musiqi elin sevinci, deyirlər hər xalqın qalib səsidir. Bəlkə də insanın ana torpağa böyük minnətdarlıq ifadəsidir. Hörmətli xanımlar və cənablar, alqışlarınızla musiqiçilərimiz Qaçay Kəlbəcərli. Eşq olsun qardaş, əl salan əlləriniz var olsun. Və sinzatorda Məhəmməd qardaşımız və Ramil qardaşımız. Hoş gördük hər birinizi bu gözəl gündə. Və əziz qonaqlar, söz təbii ki Qaçay Kəlbəcərlinin Məhəmmədindir. Bir sözlə söz musiqinindir. Buyurun, çox sağ olun, var olun.